Coğrafi olaraq fəth olunmayan qalaya bənzəyən Qafqaz dağları, dənizləri, çayları və çölləri ilə iki qitə arasında təbii sərhəd təşkil edir. Sosioloji olaraq bölgə etnik zənginlik və dil baxımından isə tam bir mozaikadır. Tarixi müstəvisində Qafqaz hər zaman siyasi və dini proseslərin açarı olaraq görülür. Dinlər başqa mərkəzlərə bağlandıqca, Qafqazlarda var olan yaşam, mərkəzsiz inancların həyat mücadiləsi verərək öz-özünü tənzimləyən ayrıca bir mərkəz rolunu oynayır. Minilliklər boyu tarix və zaman müstəvisində baş verən bütün ciddi dəyişmələrin bu coğrafiyada izi var. Qafqazda son təlatümlər 18-ci əsrin əvvəllərində başladı. O zamana qədər tarixin böyük gücləri Səfəvi və Osmanlı arasında münaqişə ocağı halına gələn Qafqaz hər iki imperiyanın süqutunun mənbəyi oldu. Çar Rusiyasının müqəddəs ittifaqa qoşulması Osmanlı əleyhinə birləşən xristian dövlətlərin Osmanlı və Səfəvi arasında uzun əsrlər boyu davam edən Qafqaz siyasətinin mənzərəsini tam olaraq dəyişdirdi. Yeni güc olaraq Çar Rusiyasının ortaya çıxışı yeni şəkillənmənin formalaşmasına istiqamət verdi. Xristian məzhəblərinə sahiblənmək, Sünni və Şiə qarşı durmasından yorulmuş coğrafiyanın dəyişməsi üçün yeganə çıxış yolu sayıla bilərdi. Xristian mərkəzləri ortaya çıxan tarixi fürsəti dəyərləndirə bildilər. Bu zamana qədər müsəlman coğrafiyasında missionerlik fəaliyyəti ilə gizli davam etdirilən bölgə xristianlarının mərkəzi mənbələrə bağlanma prosesi artıq siyasi zamana ciddi təsir edəcək bir gücə çevrildi. Səfəvi Osmanlıda yaşayan xristian məzhəbləri fərqli mərkəzlərə sahib idilər. Onları bir mərkəzdə bağlamaq istəyi uğrunda savaş, yeni yaranan güclərin ana məqsədi halına gəldi. Osmanlı və Səfəvi müstəvisindən ayrılan bu xristian kimliklər uğrunda aparılan savaş, yeni dünya gücləri arasında təsir vasitəsi kimi istifadə olunacaq əsas silah idi. Şah Abbasın Qafqaza müdaxiləsi çox ciddi ziddiyyətlər yaratdı. Səfəvilərin Avropaya çıxışı üçün yeni ticarət yollarının açılması siyasəti Osmanlı dövlətini bölgəni özününki etmək cəhdini sürətləndirdi. Osmanlı həm siyasi, həm də geostrateji mənada Qafqaza sahiblənməkdən ötürü bütün vasitələrlə hücuma başladı. Osmanlı dövlətinin qarşısında isə bu prosesə müdaxilə edəcək gücə çevrilən ana rəqib kimi Çar Rusiyası oldu. 18-ci əsrin ilk yarısında bir güc mərkəzi olaraq Səfəvilərin siyasi tənəzzülü ilə Qafqaz müharibələrində bu dəfə tərəfləri Osmanlı və Rusiya olan dinlər arası bir qarşıdurma yaratdı. 1. Pyotrun Qafqaza Səfəvi dövlətində yaşayan xristianların hamisi olaraq daxil olması hələlik bir-birlərini tam olaraq tanımayan tərəfləri 1724-cü ildə İstanbul müqaviləsini imzalamağa vadar etdi. Bu müqaviləyə əsasən Xəzər sahili və Şirvan Rusiyanın, Böyük və Kiçik Qafqaz Osmanlı nəzarətinə keçdi. Qafqazın xristian kimlikləri uğrunda savaşın əsas qəlpələrindən biri olan Udinlərin hekayəsi isə buradan başlayır. Udi adına, mənbələrdə ilk dəfə Nic xristian icması adına 1725-ci ildə Rus çarına ünvanlanan xilas məktubunda rastlanılır. Həmin məktubda Udilər Osmanlı ordusu tərkibində türkləri yaxından tanıyan və onlarla ünsiyyətdə olan bir kimlik olaraq təqdim edilirlər. Halbuki Səfəvi mənbələrində qeyd olunan coğrafiyada Udilərin varlığından bəhs edilmir. Osmanlı mənbələrində isə Çıldır ətrafında yaşayan Udi nahiyəsi haqqında ətraflı məlumatlar mövcuddur. 1595-ci ilə aid Gürcüstan vilayətinin müfəssəl dəftərində Udilər ipəkçilik, fındıq və digər vergiləri ödəmək məcburiyyətində olan tayfalar arasında göstərilir. Qafqazın yenidən xaç suyuna çəkilməsi üçün başlanan xristianlaşma prosesində Rus mənbələrində Asetin xristian hərəkatının Udilərdən 100-dən artıq Udinin Yunan-Rus kilsəsinə qəbul etdikləri göstərilir ki, kilsə onlara aylıq təminat ödədiyini qeyd edir. 1800-cü illərdən sonra isə Udilərin bir hissəsinin Erməni Qriqoryan kilsəsinin nəzarətində olduğunu, qalan qisminin isə Rus-Yunan kilsəsinin davamçıları olduğunu qeyd edilir. Bu mərhələdən sonra Rus akademik araşdırmalarında Udi və ya Udin xristianlarının hekayəsi dini müstəvidən daha çox etnoqrafik və folklor tədqiqatların mövzusu halına gətirildi.
Səfəvi və Osmanlı kimi məhzəb döyüşlərində ciddi şəkillənməyə zorlanmayan Qafqaz 1700-cü illərdən sonra dinlərarası savaşın ilk meydanı oldu. Qafqaz İnancılar qalasından dinlərarası savaşın zəlzələsi ilə tam bir mücadilə mərkəzi oldu. Gürcü kilsəsinin Qafqazın mərkəzi xristian gücü olaraq mövcudluğunu qoruması Osmanlı və Səfəvi arasında daimi bu kilsənin üzərindən apardıqları siyasətin də dəyişməsi ilə ön planda olurdu. Yunan varisi olaraq Gürcü kilsəsini də Yunan-Gürcü kilsəsi kimi tanıyan Çar Rusiyasının Qafqaza müdaxiləsində bu kilsə ilk dayaq oldu. Yunan-Rus kilsəsi ilə teoloji əsaslarda ciddi problemləri olan Gürcü kilsəsinə qarşı hiss edilən inamsızlıq sonradan Çar Rusiyasını bu coğrafiyaya müdaxilə etmək üçün başqa bir xristian tərəfdaş axtarmağa sövq etdi. Həmin tərəfdaş məhz Osmanlı dövləti tərkibində millət statusunda yaşayan erməni xristianlar olacaqdı. Məhz həmin dövrdə bölgədə sadəcə Səfəvi xarici ticarətində mərkəzi gücü olaraq böyük sərmayə sahibi erməni tacirləri sinifi ilə Rum erməni kilsəsinin Qafqaz coğrafiyasından idarə olunacaq yeni bir mərkəzə ehtiyacı vardı. Eçməzdin mərkəzli Qriqoryan erməni kilsəsi dini və siyasi müstəviyə bu proseslərin nəticəsində çıxarıldı. Eçməzdin artıq Qafqazda başlanan dinlərarası savaşın xristian mərkəzi missiyasını icra edəcəkdir. Siyasi ehtiyacdan yaranan erməni Qriqoryan kimliyi Qafqazın yeni sakinlərinə çevriləcək coğrafiyada var olan təməl dəyərləri mənimsəmək yolu ilə var olanların tarixi sahibləri kimi görünməyə və davranmağa başladılar. Xristianların hamisi olaraq səhnəyə çıxan Yunan-Rus kilsəsi öz daxili teolojik ziddiyyətlərini həll edə bilmədiyindən 1836-cı ildə çağırılan müqəddəs sinodun qərarı ilə pravoslav kilsə kimliyini qazandı. Həmin tarixə qədər Yunan-Rus kilsəsi formatında davam etdirilən bu dini mərkəz Yunanların Osmanlı təbəəliyindən çıxıb öz müstəqilliklərini əldə etməsi ilə parçalandı. Bu prosesdə bölgəyə Bizans mirasının varisi olmaq həvəsi ilə Osmanlı coğrafiyasından Yunan köçü başladı. Bunun qarşısını almaq üçün 1836-cı il sinodun qərarı ilə erməni kilsəsi Qriqoryan adı altında Rus pravoslav kilsəsinin bir məhzəbi kimi qəbul edildi və Rusiyanın əli ilə bölgəyə edilən erməni xaricindəki xristian kimliklərin köçünün qarşısı alındı. Beləcə Qafqazda xristian əhalini özündə birləşdirəcək yeganə güc kimi mərkəzdə Rus pravoslav kilsəsi qaldı. Bu prosesə qədər Qafqazda xristian əhali əsasən monastırlarda və monastırlara bağlı vəqf ərazilərində yaşadığından yeni şəkillənmədə ciddi ziddiyyətlər yarandı. Çar Rusiyasının Qafqazı xaç suyuna salması layihəsi Qafqazın ana xristian əhalisi kimi Aranda min illər boyu var olan İsa ardıcıllarının yeni həyat tərzinə başlanması məcburiyyətini yaratdı. Artıq monastır və monastır ətrafı yaşayış məntəqələrində ən aktiv güc Eçməzdin mərkəzli Qriqoryan kilsə idi. İcra olunan bu prosesin ən güclü daşıyıcıları və siyasi aktyorları keşişlər oldular. Eçməzdin dinin deyil, siyasi mərkəzin davamı olaraq xristian əhalini özünə tabe etdirmək imtiyazını almışdı. Micdə bugün o illərin xatirəsi olaraq qalan sadəcə məzarlar və din kimliyi üçün tikilmiş kilsələrdir. Micdə ilk kilsə məhz bu prosesdən sonra inşa olunub. Həftaran bölgəsində yaşayan xristian inancına bağlı insanlar tarixi miras olaraq Aran xristianlığının davamçıları olduğundan bu siyasi prosesin içinə daxil edilsələr də Eçməzdin parçası ola bilmədilər. Nəticədə məcburiyyətdən zahiri təbəlik mənasında bir qrup Rus pravoslav kilsəni, digər qrup isə Eçməzdin kilsəsinin idarəçiliyini qəbul etdilər. Gedən ziddiyyətli və qaranlıq proseslərin nəticəsində Aran xristianlığı siyasi tarixin qurbanı oldu. Amma Aran şərq xristianlığının əsas mərkəzlərindən biri olan Azərbaycan tarixinin bir parçası kimi öz varlığını qorudu. Azərbaycan müstəqilliyi qazandıqdan sonra Qafqazın siyasi tarixi ilə birlikdə bu tarixin ruhunu təşkil edən Aran şərq xristianlığının bərpası istiqamətində yeni bir siyasət izləməyə başladı. Dinlərarası dialoq, xalqların öz kimliyini ifadə etmək mərhələsində bu udilərə tanınmış ən təbii və tarixi bir ədalət nümunəsi oldu.